Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Allah'ın lütf ve keremi ile bu günleri beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 371. bölümün başlıyoruz. Gedək görək ki, bu günləri hansı kitablar bizim atalarımızdan bizə ən böyük sərmayə olaraq yetişibdir. Bilirsiniz, biz tarixdə, bayaq bir video gördüm biraz öncə. İstanbulun yeraltı qazılmışlar. 60 neçə ya 70 neçə əski qurğan görüblər. Qurğan əski türklər məzarlarıdır. Yer altında olur, yəni quyulanır, yerdə quyulanır və özünün bir özəl şəxsiyyət var. Yəni hər qəbrin özünün bir mücəssəməsi deyək var ən azından. Və bu mücəssəmə bal deyirlər. Bu mücəssəmələr böyük mücəssəmədirlər. Çox cəlibdir. Və bunlar 3600 il miladdan öncə, yəni indi milad 2026-cı ilində yox, İslamın 1447-ci ilində yox, 2026 il buradan 3600 neçə ildə oradan. Yəni 5600 il bundan öncə bu qəbirlər orada var və bu qəbirlər Türkistanda olan qəbirlərlə aynıdır. Aynı metodda, aynı vəziyyətdədir. Bu bizə nə göstərir? Bu mənim olan teorimi əslində təyid edir. Düz çıxır, yəni mənim teorim düz çıxır. Ərz edeyim ki, o da budur. Mən mütəqidəm. Köç gücdən şeyə olmaz. Gücsüzlüğə olmaz. Gücsüzlükdən gedər. Yəni, məsələ deyək, bir dənə kət var. İki böyük ailə orada yaşır. Hərəsinin 100 dənə adamı var. Deyək, beləsi də bunları gücləri bərabər tuturam burada. Məsələn, biri bir dənə o birisi tayfadan bir qız qaçırdır. Bir şey oğurur, zəmisinə bir şey gedir. Adam öldürür, savaşır. Bir ittifaq düşür ikisinin arasında. Savaşırlar. Tayfalardan biri o birisi tayfadan çox adam vura bilir, döyə bilir, qıra bilir və onları bu kətdən qaçmağa məcbur edir. Onlar əvvəl hara qaçacaqlar? Dağlara, uca yerlərə, yəni o kətdən uzağa qaçacaqlar ki, az xəsarət görsünlər. Amma əgər o güclü tayfanın zoru çox olsa və savaşda gücü çox olsa, imkanları çox olsa, silahı çox olsa, filanı çoxsa, buralı o bölgədə qoymayacaqdır. Bunlar məcburdular ki, əhliyalını da götürərlər, qaçalar uzaqlara, ya da təbiid eləyəcəksən, deyəcək, buradan çıxın, gedin. Mənim nəzərimcə, insanlar iki şeydən köçə bilər. Bir, bu davadan, bir də yoxsulluğa mübtəla olmaqdan. Və hər ikisində də insanlar təbii olaraq o insan təbiət şünaslar falanlar bizə dediklərinə əsasən insanlar sulu yerdə, göy-göyərənti olan yerdə, meyvə olan yerdə, yaşam çox olan yerdə yaşayırlar. Çünki şikarçıdırlar. Bunlar o şey ki biz deyirik ona türkçədə avçıdırlar. Yəni gedirlər bir heyvanı vururlar, gətirirlər, onu yeyirlər, gedirlər bir ayrı gün acalanda bir ayrısını vururlar, gətirirlər, onu yeyirlər, beləsi geçinirlər. Və bu harda çox olar? İstepdə olmaz, quraqlıqda olmaz. Bu çox suluq yerdə, çox bar verən yerdə olar. İnsanlar da burada çox alarlar, çünki yemək çoxdur. Köçdükcə üstlərə, yəni məcbur qalıb, qaçmaq, canlarını götürüb qaçırlar. Onlar getdikcə üstlərə onların cəmiyyəti azalar. Məsələn, biz Moğolistanın cəmiyyətinə baxırıq, görürük ki, keçən yüzildə oranın cəmiyyəti o qədər dəyişməyibdir. Hətta keçən 600 ildə o qədər dəyişməyibdir. Yəni, əgər dünyanın cəmiyyəti, məsələn, keçən yüzildə 4 qat olubdur, Moğolistanın cəmiyyəti keçən şeydə üst-üstə təqribən o qədər dəyişməyibdir. Bunu ChatGPT-dən də soruşa bilərsiniz, hər yerdən soruşa bilərsiniz, görərsiniz ki, nə qədər dəyişibdir. Və
Niyə? Çünki üstdə yemək yoxdur. İnsanın bədəni də ağıldan ağıllıdır. Bizim boğarsaqlarımız, bizim yaşam vəziyyətimiz, mən məsələn zindanda aclıq aparmışam. Bədən 1-2 gündən sonra bilir ki, sən yemək yemirsən. Daha səni qoymur eşiyə gedəsən. Nə mənə canında vardı, onları ki, hətta istirdi ötürü eşiyə, onları qeytərir içəriyə, onları məsrəf edir. Bədən də o zaman ki, görür qəza kamil, sən vitaminləri ala bilmirsən, proteinləri ala bilmirsən, kamil doya bilmirsən, gündə məsələn İndi bizlər bəzən 3 vədə, bəzən 4 vədə, bəzən 5 vədə yemək yeyirik. Amma öncələr ya bəzi yerlərdə bu imkansızdır. Onun üçün insan yəni tapandan tapana yerdi. Nəinki acalandan acalana. İnsan öncələr tapsaydı yeyirdi, tapmasaydı nə yeyəcəkdi? Acından ölsün əslən. Məsələn, ta o günəcən ki, gücü çatmaya bir şeyi tutub öldürə bilməyə ya bir ağacdan bir meyvə tapa bilə. Məsələn, bəzi məmləkətlərdə, isteplərdə deyək, ağac yoxdur ki, orada meyvə dərəsiz. Məsələn, siz Kanadada düşsəz çölə, təyyarə şey oldu, düşdünüz çölə. Ağac yoxdur ki, meyvə yeyəsiz. Yəni, ağac var, amma bar verən ağac deyil. Məsələn, o şey ki, biz ona farsça karts deyirlər və biz ona ardıc deyirik. Ardıcların cürbəcürü çoxdur əlbəttə. Meşələr milyonlar kilometr getginən o üzə bu üzə su var. Bəlkə sularda balıq ola bilər. Yəni onu demirəm, balıqdan danışmıram, amma meyvə yoxdur. Və hər yerdə də su yoxdur. Yəni bunu da bilirik. Yəni bir çox yerdə su yoxdur. Əlbəttə Kanada sulu yerdir. Yəni bunu deyim. Amma bilmirəm hər suda balıq var yox, onu mən bilmirəm. Amma ola bilər ki, balıq olsun, ola bilər olmasın. O bir başqa bir şey, amma yoxdur burada. Yəni belə bir vəziyyət. Hələ deyirəm, yəni bura ağaclıqdır. İndi siz gedin isteplərə, o birisi yerlərə ki, onlarda düzlükdür ya dağdaşdır və ağac yoxdur. Və ağac olmayan yerdə sadəcə avlanmaqla keçinir insan. Burada bədənə az gəlsin, bədən deyir ki, mən törəməliyəm. Mən çoxalmamalıyam. Çünki çoxaldım, ac qalacağam. Böləcəyik ruzunu. İndi gündə məsələn deyək ki, yarım kilo yeyirəm, sabah uşaq olandan sonra bu yarım kilo gələcək 250 girəmə. Azalacaqdır. Onun üçün bədən öz-özünə ağıl yox. Bədən öz-özünə təsmin edir ki, uşaqları olmasın. Ha belədir, bunun tərsəsi də var. Bədən o zaman ki, çox yeyir, onda deyir, kefim sazdır, nəyə özümü bir də şey eləyim ki, təqsir edeyim, uşağım olsun ki. Ona da beyin təsmin tutur. Onun üçün bu bəzi mürəffəh məmləkətlərdə, Suisdir, Sueddir, Danmarkdır, nə bilim, Hollandidir, filandır, Bəhmandır. Bunlarda ki, biraz rifah yuxarıdır, yemək çoxdur. Onlarda uşaq doğulmur. Bədən öz-özünə doğmur. Nə iş gedirlər, dava alarlar filan bəhman. Amma Afrikada, İran kimi bir yerlərdə ötürsən, hər gün uşaq doğurlar. Yəni analar 9 aydan 9 aya doğarlar. Yəni çünki bədən lazım qədər vitamin almır. Almadığı üçün mən özümü boşaldım. Amma o qədər də almır ki, deyə öləcəyəm, ötür bunu şey eləyim məsələn. Bunun üçün köç iki dəlildən bir aclıqdan olar, köçərlər şeyə, bolluq yerə. Məsələn, şimaldan cənuba köçərlər. Çünki şimal soyuqdur, heç zət yoxdur. Cənuba tərəf köçüb gələk burada dilənsək də burada yaşayaq. Bir də savaşda bolluq yerdən azlıq yerə köçərlər. İndi buna baxanda türklər də bu işi yaşamış ola bilərlər. Yəni həm deyək ki, bu Asiyanın sulu yerlərində və isti yerlərində həm də Avropada, həm də Afrikada ola bilərlər, yaşaya bilərlər. Amma bir şeydən dolayı qətlə amma məruz qalanda qaçarlar. Oradan çıxarlar, gedərlər məsələn Çinəcə. Çinin şimallarınacan məsələn. Yəni ola bilər ki, bu cürdə olsun. Ola bilər ki, aşağıdan dediyim kimi o Hindistandır, Çindir, nə bilim Malezilər, Endonezilər, Filipinlər, bu cür bunlar ki suludular, o suluq və istidirlər yayda. Bunlarda da yaşaya bilərlər, sonra qalxa bilərlər üstə, yəni şikəst yerlər gedər üstə. Onun üçün də deyirlər ki, məsələn Koredir ya bəzi məmləkətlərin dili ilə türklərin dili kök olaraq birdir. Bu da bunu deməkdir ki, bir iddə türk tayfaları bir-birləri ilə hətta savaşa bilərlər, şikəst yeyərlər, orada ölülərini tərk edərlər. Gedərlər bir ayrı yerə. 5000 ildən sonra biz onlardan taparıq. Hər halda
Bunu o şeydir ki zehnimə gəldi bu şeyi görəndən sonra onu istədim buradan xidmətlərinizə yetirim ki, mən belə düşünürəm. Keçənki gündə fikrim Elmi Həqaiq adında bir kitab oxuduq. Ki dedik bunu öncə də görmüşdük. İmad-ı İslam da oxuduq. Elmi Həqaiq özü 2 kitabdır. Yəni adına bilmirəm Elmi Həqaiq deyiblər, amma hər halda Məxzən-i Əsrar adında bir kitabla tanış oluruq. Burada fikirlərim bu kitabı görmüşük, baxarıq görürük ki, nədir. Tamam. Məxzən-i Əsrar Xitab-ı Şeyx Həqqi. Bu Şeyx Həqqi tanıdığımız şəxsiyyətdir. Bundan çoxlu kitablar bizə irs qalıbdır. Amma baxaq görürük ki, bu kitab da aynı kitabdır. Kitabın özü mənə tanış gəlir, amma görək ki, içi də budur ya yox. İmad-ı İslam, Elmi Həqaiq, Məxzən-i Əsrar, Xitab-ı Şeyx Həqqi. Tamam, bunları 2 dənəsi qalsın. Əvvəl bu Məxzən-i Əsrara baxaq görək ki, nədir, qonusu nədir və nə olur, harda saxlanır. Kitabın kiçildirəm ki, səhifəyə yerləşsin. Kitab Fransada saxlanır, bizim əlimizdə deyil. Şeyx Sənan, Şeyx Sənanın nağılı olacaqdır. Bunu görə bilirəm. Mir Əli Şir Nəvai. Yazan da Mir Əli Şir Nəvaidir. Ehtimalən o Şir Sənanın hekayəsini burada bir yazıbdır bunu. Fransada saxlanır, daha buna diqqət eləmirik. Kitabın gözəlliyinə baxırıq. Dedik ki, Hərat və bugünkü Əfqanistan Türk torpaqları və Türk hakimiyyətinin mən bildiyim, yəni bu 600 neçə 700 kitabdan ki oxumuşuq, tanışmışıq, oxumamışıq kitabları. Bu 700 kitabda anlaşdığımız budur ki, Türk dünyasının 4 dana, bəlkə çox ola bilər, amma 4 dana mərkəzi var. Ən başda gələn və çox da təsiri olub Türk dünyasında Hərat məktəbidir. Teymurilər dövründə bu gül açır, güllənir, gülüstanlaşır və bu çox ciddi bir məktəb olur. Yazı sistemi, ədəbi sistem bu dildə Türk dünyasına yayılır. Çindən, Uyğuristandan tutmuş ta gəlsin Avropanın göbəyinə qədər bu ədəbi dil gücü də yayılır. İkincisi Osmanlı dövrüdür. Osmanlıda ehtimal verirəm bu da Səlcuqların davamıdır. Osmanlıda yaşayan bir kültür, bir mədəniyyət, bir civilization mərkəzi başlanır. Çox ciddi 700 ilə yaxın davam edir. Yəni 1000 deməyək. Həzrəti Rəsulun hicrətindən 750-800 il keçəndən başlayır ta 100 il bundan qabağacan, 105 il bundan qabağacan davam edir. Hətta 100 il bundan qabaq, çünki indi də 126 yox, 123-də də xilafət aradan gedibdi və ondan sonra yavaş-yavaş müsibət başlayıbdı İslam torpaqlarında. Üçüncü mərkəz Azərbaycan olaraq yerləşibdir və çox ciddi ədəbi, siyasi, düşüncə, hüquq, fəlsəfə, əhkam, şəriət, şeir və digər sahələrdə yaradıcılığa mərkəz olubdur. Dördüncü isə Ukraynada Krım, yaşayan Krımlar bir böyük mərkəz olublar. Bu 4 dənəni mən öyrəndiyim, yəni bu kitabların hərəsindən 1-2 səhifə oxuduğumdan anladığım bizim 4 dana tarixdə, yeni tarixdə, yəni keçən 1000 ildən də azlıqda. Çünki o şeydə, yəni məsələn biz bundan öncə Səlcuqlar var, bunlardan öncə Səlcuqlar var, Qəznəvilər var və gedir, var. Biz ölüb getməmişik tarixdə, tarixdə yaşamışıq və tariximiz 5000 ilə də bağlanmır. Tariximiz çox gedir, dərin gedir, amma bunlardan bizə gələn əsərlər, yazılara baxırıq, yazı dövrünə baxırıq, yazı tarixinə baxırıq. Yazının tarixində mən buradan bu 700 kitaba yaxın tanıdığım kitablardan
1 il 4-5 gündür. Bu günləri bilmirəm dedim şumarəsini 370-ci 71-ci bölümü başlayırıq. Hərəsində 2 kitab üst-üstə qoysaz 700-dən də biraz çox kitabla tanış olmuşuq. Ərz edeyim xidmətinizə ki, bu tanıdığımız 4 mərkəz. Amma dedim Qəznəvilər var, Səlcuqilər var və onlardan öncə də vardı. Amma onlarda nə var mən bilmirəm. Nəinki yoxdur. Bilməmək dəlil bu deyil ki, yoxdur. Bilməmək dəlil budur ki, biz cahiluq hələ. Tamam, gedək görək ki, bugünkü kitablarımızda nə var? Məxzənül Əsrarı görürük. Başında bunu yazıblar. Fransəsində dedik ki, bu kitab Fransada saxlanır, bizim əlimizdə deyil. Bizim təməddünümüzün, bizim civilization, mədəniyyətimizin, uyğarlıq türkçəsi, uyğarlığımızın ən başda gələn, o farsda deyirlər, gül-i sərsəbəd, səbədin başındakı güllər, gül səbədlərinin, bağçanın ən sevilən gülləri kitablardır. Bu kitablardan görürük ki, Şeyx Sənan haqqında Mir Əli Şiri Nəvai ehtimalən dövründə ya onun əl yazması ilə yazılıbdır. Fransada bu gün saxlanır. Kitabın cildinə baxırıq. Bir şahkardır özü, yəni incə sənət olaraq bir kitab görürük. Boyu uzun, uzun boylu, rəng açıq qırmızı bu gün Çində və Hindistanda hər şey ki istəyirlər, millət çox sevsin, bu rəngi qırmızı ilə şey edirlər. Dövrələri çox gözəl, yəni bunu mən nə cür deyim bilə bilmərəm, gərək bunu görəsiniz. Haşiyələr, balaşiyələr, ondan sonra mətn içində nəqqaşilər, yəni əcibə bir ehtimalən də qızıldan olmuş olsun. Kitabın içini açır, içində də 4 güşələr, hərəsi özü bir nəqqaşı, ortada bir ayrı bir motif ya nəqqaşı, mən bilmirəm bunların adı nədir. 3-cü, 4-cü səhvəyə gedirik. Kitabların orada yazmayıbdır neçə səfədir. Başda yazmayıb ki, hangi tarixdə yazılıbdır, hangi şeydir. Amma biz bunu çox rahatca tapa bilirik. Əmir Əli Şiri Nəvainin tarixi bəllidir və ha belə kitabın da burada yazıb ki, 119 səhifə, görürük ki, PDF-də də fransəlilər, bu cür, yəni Avropalılar, Amerikalılar xəsislik eləmirlər. Hər səfəni bir səfə olaraq PDF-də qoydular. Bu da o səfənin keyfiyyətin yaxşı göstərir. Görürük burada ehtimalən bu kitab 1900-də qaçırdılıbdır bizim vətənlərimizdən. Gedibdir, yetişibdir ora. Burada əvvəldə bir yazı görürük. Hələ buna baxmayacaq. Möhür görürük. Üstdə bir ehtimalən kitab sahibinin adını görürük ya Vaqifin adını görürük. Bilmirəm. Ya sahibinin adı olacaqdır. Fransa kitabxanasının möhrünü görürük. Sonra yetişirik kitabın içinə. Kitabın qıraqda böyük bir boşluqlar görürük. Kağız əvvəl görürük. Kağız çox, əvvələn qalin kağızdır, keyfiyyəti çox yuxarı kağızdır. Bununla belə qıraqlarında azdan da olsa çürüməyi görürük. Yəni kitabın qıraqlarında çürük olmanı görürük təəssüflə. Ortada Məktəb Hərat dedikləri, Hərat okulu, Hərat düşüncə sisteminin, yaşam sisteminin şeyini görürük. Çarçıvə çəkilibdir. Eşikdə, eşik cizgi mavi ya abi ilə, göy rəngi ilə. Sonra içində qızıl rənginə neçə dana cizgi çəkilibdir. Mühəndisliyin şahkarı. Ən baş şeyi. Şeirin dövrəsində çarçıvə var. Ortasında misrələri bir-birindən ayrıbdır. Şeirin əvvəli ilə axiri bir xəttədir. Yəni tamam xəttlər, sətirlərin hamısı bir xəttədir. Üstdə iki yerə bölündü. Bir Bismillahirrahmanirrahim olan yer çox yekə. Bir müzəhəbdir ya təzhibdir. Təzhib işlənibdir. Bir də onun üstü o şey ki, dedik, fərqlidir. Osmanlı məktəbi ilə, Azərbaycan məktəbi ilə, hətta Ukrayna məktəbi ilə fərqlidir. O göyə gedən qismətin, o
məscidin ya toplumun, məscid və toplumun içi və oradan fikirlər ki, oradan çıxa bilir, yaradıcılıqlar ki, oradan çıxa bilir, onun nişanələrini görürük. Xətt çox gözəl bir xəttdir. Bilirik ki, Cığatay ləhcəsi ilə yazılır. Yəni Cığatay türkcəsi ilə yazılır, ləhcə deməyək. Cığatay türkcəsi ilə yazılır. O birisi səhifələrdə aynı sütun qalır, amma o nəqqaşilərdən dahi xəbər yoxdur. O çərçivə ki, dövrədə var idi, mavi, qızıl və onlar qalır, amma çox bir əla xətt ilə kitabın dediyim kimi bu kitab mənə indi yavaş-yavaş öyrəndiklərim bu gəlir ki, bu kitab göy-göyərəntidən düzəlmiş, nəbatat dedikləri. Bizdə göy-göyərənti o tələf bəzi yarpaqlardan, bəzi ağaclarından, bəzi güllərdən, bu cür onlardan düzəlmiş görünür. Miniatürün görürük. Çox bir gözəl miniatürlə bir ehtimalən xanım qız da oturub üstə balkondan baxır. Əlbəttə neçə dənə də balkon var. O balkondan baxanlar var və bir qoca kişi o balkona gedibdi qızbazlığa məsələn deyək. Dadaxlı bazlığa ehtimalən Şeyx Sənan olacaq, saqqal düşübdü siniyə amma və bir dənə də burada Avropalı əksi çəkibdi. Diqqət buyurun. Hər millət özünün yaradıcılığında, özünün coğrafiyayı durumuna görə dizayn eləyibdi, paltar dizayn eləyibdi. Hər millət. Ona görə də millətlər bir-biri ilə dünyada hamısının fərqi var. Çünki məni hər kəs görəndə əvvəl bilsin ki, mən kiməm. Bunun üçün burada görürük ki, məsələn, Şeyx Sənan bir paltar geyibdi. O dolandığı yerdə o adamlar ki, məsələn, hekayəni görürlər, ya şahiddirlər, ya baxırlar, onların paltarlarını görürük, fərqli olduqların. Eyni halda bir dənə Məsihi ya Avropalı görürük. Ləbədardır, buradan bir şineldir bağlayıb, bura əlində də bir məsələn şey tutubdu, düyməli buradan bir şeylər geyibdi. Bu nəqqaşi dostlar. İndi bunu tarixin çıxadaq, sonra gedək burada davam eləyək. Əmir Əli Şiri Nəvai kimdir? Bura gəldik, təəssüflə gəlmişik bura. Mən bunları açım ki, dedim bəlkə getmişik cimləyə, amma gəldik bura. Cimnayda deyək ki, Əmir Əli Şiri Nəvai haqda bilgilər verər misin? Əmir Əli Şiri Nəvai, bunu burada mən dəyişdirim, təzəşdən yazım, çünki istəmirəm bunları. Dün gecədə bir şey verdim ki, bundan bizə hər yerdə bunu yaz, amma hər yerdə deməmişim ehtimalən. Hicri tarixlər ilə olsun deyə bunu da yazaq ki, bu şey ilə versin, hicri tarixini. 844-cü hicri ilində Türk dünyasının ən böyük şairlərindən, mütəfəkkirlərin və dövlət. 844-də doğulub, 906-da Allahın rəhmətinə gedibdi. 7-ci və 8-ci əsrdə yaşayıb əslində. Demək olar, mütəfəkkirlərindən və dövlət adamlarından biri kimi tanınır. O, Cağatay türkcəsinin ədəbiyyat dili kimi yüksək səviyyəyə qaldıran və Züllisaneyn, iki dil sahibi ləqəbi ilə həm türkcə, həm də farscada ölməz əsər yaradan bir şəxsiyyətdir. Nəvainin həyatı və yaradıcılığı haqda əsas hicri tarixlər və bilgilər bunlardır. Doğum 17 Ramazan 800. Əvvəl Nəvaidən başlayaq. Nəvai kimdir? Nəvai 17 Ramazan 844
Hicridə doğulubda Həratda. Ölümü, vəfat, görək buna tapacağıq. On iki Cəmadiyüs-Sani 906 Hicri Həratda. Tamam. İndi kitablarının da tarixini yazıbdır. Biz indi burada Sənanı tapa bilirik. Yazdıqları doğum və gənclik dövrləri, bunlar qalsın, hələ bunları eləyə bilirik. Ədəbi və elmi fəaliyyəti xəmsə. 888-ci ta 890-cı ildə, yəni 2 ilə bu kitabı yazıbdır ehtimalən. Muhakimətül lüğətin ömrünün sonunda yazıbdır, təqribən 905-də. Xəzaünül məani tarix qoymayıbdır. Siyasi və ictimai həyatı, onları da orada yazıbdır, vəfatı. Burada əlbəttə kitabları tapa bilirik, o birisləri də, amma buradan bilirik ki, Nəvai, geçsək, burada hesablasaq, bu günləri 1447-ci il deyək, buradan çıxsaq 800, haradasa deyək ki, məsələn 80 deyək hətta. Deyək kitabları 880-də yazıbdır, 880 desək, 567 il, deyək ki, 570 il öncələrdə yaşamış bir adamdır. Yəni, yazar ömrün 40 yaşdan o üzə qoysaq da, yəni, hududən 600 il deyək. 600 deməyək, elə deyək ki, 570 il. Öncə yazmış bir çox kitabların, yəni bundan biraz aşağı yuxarı, yəni bu illərdən bir 5-10 il aşağı, 5-10 il yuxarı bu adam yaşamış və yazmış. Belə bir, o zaman bu, əgər tapa bilsəm kitabımızı, Avropalıları ayırıbdır bizlərdən, paltarla. İndi biz hamımız Avropalılaşmışıq, yəni çox əcib bir vəzdir ki, biz hamımız Məsihiləşmişik. Yəni Məsihilər modelində yaşırıq. Onlar kimi düşünürük, onlara fikirləşirik. Fikir hər yerə getsə, biz əməlin də, xeyri də onlara gedər. Kitab o qədər fərq eləmədi, fəqət qıraqları, səhifəni çevirir. Orası çox kirlənibdir. Əl təri ilə, filanı ilə çox çifir olubdur, pıntılaşıbdır. Kitab əla bir kitabdır. Yəni mən bunu kağız olaraq, miniatür olaraq, yeri də burada bir çox gözəl bir miniatürlə qarşılaşdıq. Buradan 2 miniatür görmüşük bu kitabdan. Bu 3-cü miniatürdir. Allah Allah. Bilmirəm, burada da hikayə qutarır, ayrısı birisi başlayacaqdır. Nə cür? 55-ci səhifədə qutarır və ikincisi başlayır. Bəli, bəli, burada ehtimalən 2 dənə biz kitabla qarşı-qarşıya olacaq. Bir 55-ci səhifəni mən burada yazdım ki, burada baxarıq, görürük nədir bu və oradan sonra bir ayrı hikayə ehtimalən başlanır. Yenə burada bir ayrı şeylə qarşılaşırıq, miniatürlə. Əla miniatürlər və davam edirik. Şeirin modeli dəyişdi, yəni və bir dənə başqa bir miniatür görürük və o zamanın bu miniatürlər təkcə bizə dastanı hekayət eləmir, təkcə paltarları göstərmir. Məsələn, burada bir qoca xanım görürük, ehtimalən xanımdır, başında bir ağ çadırası var, ya çərşab deyək, çərşabı var, ya məsələn, ehtimalən paltar yuyublar, şəritdən asıblar, rəhlərin görürük, modellərin görürük. Məsələn, o zaman çini satan dükanları görürük, şüşə satan dükanları görürük, yəni deyək ki, şüşədən düzəlmiş qab-qacaq dükanların görürük. İnsanların toplumda təbəqələrin, sınıfların
işlərin geyim fərqlərini görürük. Yəni hüviyyətlər, dizaynlar nə tək bir millət üçün hər şeydə təqribən bir-birinə bənzər, amma onun içində o şey ki farsda xurdə dizaynı deyə bilərik, ya sınıf dizaynlar, tərrahlıqlar, bilmirəm türkçəsi nədir, nə dizaynın türkçəsini bilmirəm, nə tərrahlığın türkçəsini bilmirəm, tasarlamaq fikrim olacaqdır. Tasarlamışlar toplumda üdsüz bucaqsız şey olur. Mən bunu düşünürdüm geçən gün ki, bu günləri məsələn bir neçə oğlan qız gedirlər tasarlamaq oxuyurlar, paltarlar tasarlayırlar, amma bu ildə bazar üçündür. Hüviyyət üçün deyil, kimlik üçün deyil. Sadəcə bazar üçün bu illəri bu çox satılsın, o az satılsın, bundan ötürüdür. Keçən il işinə qarşı olsun, ondan ötürü bir bazarlamadır. Amma öncədən tasarlamaqlar, özellikle paltar, kültür, yemək, içmək, dolanmaq, bunlar bir-birinə qarşı təbəqələri, sinifləri bir-birinə qarşı hüviyyət vermək üçün, kimliğin bəlli etmək üçündür. Özünü hər yerə getsəydi, məsələn, o məmləkətin hər yerinə getsəydi, o paltarla gedirdi. Məsələn, dəmirçi olsaydı, hamı bilir ki, bu dəmirçidir, dəmirçilər ondan məsələn hörmət edirlər. Molla olsaydı, alim olsaydı, dövlət adamı olsaydı, nə bilim, dövlət adamında da hər kəsənin yenə özünün bir rütbəsi var. Necə? Məsələn, orduda bilirik ki, əsgərlərin ən aşağıdan ta ən üstə qədər hərəsinin bir paltarları aynı da olsa, aynı rəngdə də olsa, aynı formanı da giysələr, amma üstlərində bir əlamət vardı ki, onlar ki, ordu işləri ilə azdan çoxdan tanış olsalar, onları görən kimi tanır ki, bu aşağıdır, bu üstü, bu da ondan üstü, bu da ondan üstü, bu da ondan üstü. Toplumda amma bu fəqət bir dənə əlamətlərlə tanınır. Amma görün təməddünün, uyğarlığın, gücün ki, gəlir məsələn deyir ki, mən 500 cürə bir əsli paltarım var. O paltarın içində dizaynım vardı, tasarım vardı. O tasarının içində mən 500 dana, 1000 dana məsələn kiçik tasarlarım var, kiçik təbəqələrim üçün, əsnafım üçün, kişilər üçün, xanımlar üçün çox qənidir. Yəni mən bəzən Hindistanın adamlarına diqqət edirəm. Görürəm ki, qırmızı xal, qərə xal, nə bilim, sarı xal, narinci xal qoyurlar məsələn buralarına ya ayrı yerlərinə. Bəzən bunları soruşuram. Görürəm ki, məsələn, subaylar, onlar ki, evlənməyiblər, bekardırlar Türkiyədə desək, bizdə subay deyilir. Subaylar ya bekarlar, məsələn, bir rəngidən istifadə edirlər. Yəni, mən subayam. Yəni, əgər birinin göylü istəsə məndən evlənsin, gəlsin qabağa. Oğlanda da var, qızda da var. Qara olsa bir ayrı anlamı var, qırmızı olsa bir ayrı anlamı. Hər rəngin özünün, yəni toplum bu qədər güclü tasarrumlar eləyibdir. Paltarlar, əcib. Bunlar, indi burada da miniatürlər bizə tariximizdən yeməxləri, içməkləri, geyimləri, uşağın, böyüyün, müxtəlif sınıfların geyimlərin bir-bir bizə açır. Və biz bu miniatürlərdə özəlliklə mən indi bunu diqqət eləməmişəm, Osmanlıda və Azərbaycanda da gərək diqqət eləyək. Biz görürük, məsələn, bu miniatürdə mən görürəm ki, bunların bir hissəsi Hindistandan, çünki Əfqanistan bir uzun zamanda Hindilərin ixtiyarında olubdur. Yəni o şeyin üstündədir, kültürün, şərq kültürünün o bölümünün üstündədir. Geyimlərin özəlliklə baş geyimi çox ora bənzir. Şeirlərə davam edirik, baxırıq və gedirik qabağa. Burada bir səhifə görürük. PDF-də 101-ci səhifəni görürük. Təəssüflə nədən isə bunun cöhəri yaxşı deyilmiş. O halda ki, biz bilirik bu kitablar ki Həratda yazılıblar. Bunların cöhərləri də ən gözəl cöhərdir. Amma burada görürük ki, bu cöhər təqribən silinibdir. Kitaba su tökülübdür, bunu görürük. Bu səhifəyə su tökülübdür. Ehtimalən bunu siliblər. Sildikləri üstündə rəhlər gedibdir. Onun üçün də hətta nəzərimə gəlir ki, aşağıda bir başlıq, bir şeirin başlığı olacaq idi. Ora kamil gedibdir ya da ki, əslən yazılmayıbdır. Amma dediyim kimi, kitab çox pıntı saxlanıb üçün,
çox kirlənilibdir. Məsələn, burada bir ayrı paltarlar görürük, bir ayrı geyimlər görürük. Fərqli və şeirlər beləsi davam edir. Və kitab sonunda gəldik, yetişdik. Cildin içini görürük. Aynı əvvəldəki cildidir və cildin eşiyini görürük. Aynı əvvəldəki kimi. İndi Şirazəni kitabın arxada tikilən yerinin üstün görsəniz, görürük ki, kitab çox işlənibdir. Çürüyüb təqribən, gön çürüyübdür. Yəni o dəri ilə ki, kitabı cild eləmişdilər, ona baxırıq, görürük ki, təqribən çürüyübdür. Nəqşələr ki, bunun üstündə olacaq idi, nəqşələr aradan gediblər yerləri və burada fəqət şumarəsi yazılıb kitabın Türk 978 şumarə ilə bunu görürük Fransada, indi hangi kitabxanada saxlanır. Qeydaq gələk kitabımızın əvvəlindən görək ki, bu kitabda əcəba iki başqa hekayələr var, yoxsa bir hekayədir. Burada bir şey yazıbdır, mən 1900'ü görürəm, 25'i, indi bu ayın adı nədir o və 1900'ü görürəm. Bir də 52 yazılıbdır, bunlar nədirlər? Biz bunu bir volumun görürəm, volumsi, ehtimalən, yəni, volum nə deyək? Dəstə desaq yaxçıdır, məsələn. Volum dəstə desaq, 52-ci dəstədə, filan tarixdə ehtimalə belə bir şey olubdur. Gəlirik, burada bir yazı görürük, bunu bir ayrı qələm ilə kitab alan ya kitab sahibi bunu deyibdir ki, min məmlikatil fəqir Əs-Seyyid Məhəmməd Əsədəl Qazi. Ərzurum, nə mənəyə Ərzurum? Ədəsəti, oxuya bilmirəm, yəni bu Mümdəsəti Ərzurum Əl-Hurusə. Belə bir şey oxuyuram, amma baş tapmıram. Yəni, bəli, mümləkat, yəni bu sahiblanmışdıqlarımdan fəqir Seyyid Məhəmməd Əsədi Əl-Qazi. Qaziymiş, məhkəmədə işlirmiş və o bu kitabı alıb sahib olubdur. Gedək kitabın özünə. Bismillahirrahmanirrahim. Umaram ki, Allah bizə köməklik eləsin, inşallah zehnimiz açılsın, eləyək bilək ki, bu kitabı ravan oxuyaq. Şeyx-i Sən'an vasili dərcahidi, günglü qeyb əsraridin acahidi. Günglü. Mən çıları oxuyayım burada. Çünki bilmirəm, Cığatayda oxuyurlar, oxumurlar. Mən Azərbaycanca ya Osmanlıca oxuyanda gönlü oxuyuruq, amma mümkün orada göngülü elə yazılmış və oxunmuş olsun. Şeyx-i Sən'an vasili dərcahidi, göngülü qeyb əsraridin acahidi. Kəbədə اوتادا را اکتاب را آرا. Kəbədə avtad ara, əktab ara, eylə irdi kim nəbi əshab ara. Xalq irşadıqa rasix irdi əvvəl. Kəbədə şeyxül məşayix irdi. Kəbədə şeyxül məşayix irdi əvvəl. Astanining gidai şahlar. Astanining gidai şahlar. Qulluğiğə müftəxər agahlar. Hər dua kim qılsa pir qəmgin üçün. Pir deyil, bir olacaqdır. Hər dua kim qılsa bir qəmgin üçün. Qol açıb xeyli mələk amin üçün. Qol açıb xeyli mələk amin üçün. Xeyl, yəni ləşkər, çox. Mələklər ləşkəri qol açıb amin üçün. Qolların gözlərləri amin. Bu dua eləsə. Cehrə məqsud anın örtüsündə. Mən çehri oxuram, o da belə cehrə yazılıbdır.
Cehre məqsud anın örtüsüdə cilve ilab güngülünün gözgüsüdə. Cilve ilab göglünün gözgüsüdə. Göylünün güzgüsündə cilve eylər. 450 ildə əshab-ı mürid. 400 burada tığ dəstəli yazmıyıb. Elə 2 nöqtə tığına yazılır. 400 ildə əshab-ı mürid bir andaq kim Cüneyd-ü Bayezid. Deyir onların hərəsi bir ya hər bir andaq onların hər biri kim Cüneyd-ü Bayezid. Cüneyd-ü Bayezid kimi deyir insanda İsəndər hər birisi belə bir adamlardır. چرخ اعلاقه شکوهی دین شکست چرخ اعلاقه شکوهی دین شکست عرش اعظم همتی ایلاد پست از اعلم همتی ایلاد پست Dud aftedin bilmirəm nə deməkdir. Dud aftedin qərar isə aləmi yaruban hitkaz duasındın demi. Bitkaz olacaq ihtimalən. Dud afeddin qərar isə aləmi yaruban bitkaz duasıydın demi. Kim ki bulsa bir bəlağa mübtəla. Kim ki bulsa bir bəlağa mübtəla. Bir bəlağı mən oxuram amma ola bilər ki bəlaə eyninə yazılmış ola. Kim ki bulsa bir bəlaə mübtəla. O dua qılğac bulub rəf-i bəla. Hər kəs bir bəlaya mübtəla olsaydı gəlsəydilər Şeyx-i Sənana, o dua elərdi, rəf olardı. Vardati ərşidin peyğamidik. Varidatı da ola bilər. Varidati ərşidin, varidat gətirdikləri. Varidati ərşidin, ərşidən peyğamidik, peyğamdır. Vaqiati vəhy ilə ilhamidik. Hər ni görsə vaqiə təbir anga. Hər ni görsə vaqiə təbir anga. Gürkanı oq yüzlayıb bir ina ya inga. Anga da ola bilər. Gürkanı oq yüzlayıb bir anga. Neçətün bir tuş anga gör gözdülar. Neçətün bir tuş anga gör gözdülar. Rişteyi səbr qərarınq üzdülar. Uyğanıb haliğə istiğfar idi. Uyğanıb haliğə istiğfar idi. Yomiyə göz ol tuşqa oq tikrar idi. Mən tikrar oxuram. Ola bilər ki, məkrar idi. Belə bir şey olsun. Nöqtələri tikrar olacaq. Bilmirəm, nöqtələr çox fərqlidir. Kim mətani eylədi, irdi. Kim mətani irdi bir biganə bum. Kim mətani irdi bir peykanə bum. Eyləsa təhqiq ol bum irdi rum. Anda birdir içrə irdi zarməst. Anda birdir içrə irdi zarməst. Məstlıqdın küfrili dik bütpərəst. Ya bütnərəst ola bilər.
pərəst olacaqdır. Fikir edirəm ki, nöqtələr biraz fərqli qoyulur. Mən bunları biraz oxuya bilmirəm. Məsələn, bu p-ın nöqtəsi, dikin 2 nöqtəsi, b onun üstündə yazıb, onda bir dənə nöqtəsi ç-ın üstündə qoyulubdur. Mən bu pərəst görürəm, hər halda beləsi oxurum, yəni. Bəlkə də yanlış oxuram. Bəlkə ki, yox, %99 türküm mənim yoxdur, yəni bu cürsə bir olacaqdır. Üçün bir tüş buldu, mükərrər gəncizar. Üçün bir tüş buldu, mükərrər gəncizar. Dedi bulmaz bu bəladın ehtizar. Kimsəgah mavu hərəm dürya kənişt. Kimsəgah mavu əhrəm dürya kənişt. Görmaz olmadı ölcə bulmuş sərnəveşt. Ya yad ol keşvərgə əzm etmək yirak. Bat da ola bilər, amma bat bilmirəm nə deməkdir. Yat ona görə mənə yaxşı, amma bat da ola bilər. Yad ol keşvərgə əzm etmək yirak. Hərqiyan tartar qəza bitmək gerak. Bir dənə səhifə var. Tatar orada yazmırlar. Orada tartar tarixi haqqında yazırlar. Mən bu səhifəni bir çox az gördüm. Bilmirəm niyə itirmişəm. Instagramda mən bundan tanış olmuşdum. Gözəl mətləblər yazırdılar tarix haqqında. Bilmirəm nə oldu. Mən bu səhifəni itirdim. Tartarlar haqqında çox ciddi mətləblər yazırdı. Videolar düzəldirdilər. Biz bunu tatar tanırıq. Amma ChatGPT-yə ya internetdə bu motorlar var, axtarırlar, sizə search edirsiniz ya axtarış edirsiniz. Onlarda tartar yazanda ingiliscə bir dünya mənbə gətirir. Amma biz təəssüflə bilmirik. Yəni düz bunu bilən tartarlar ya tatarlar mütəqiddir ki, dünya tatarlar dövründə bir inkişaf yaşayıbdır. Ki o inkişafı batılılar aradan aparmaq üçün 2 dənə savaş salıblar. Birinci Dünya Savaşı, İkinci Dünya Savaşı. Və qalan məsnuatı, yəni o şey ki, insanlar düzəltmişdir tartarlar dövründə, onların bir çoxların partladıblar sonralar. Bir azı orada burada qalır, bunlar göstərirlər ki, bu memarlıq, bu mühəndislik, bu filan tartar dövrünündür. Çox cəlib bir şeydir. O bizim beynimizi yıxan sistemin tərsindir. Nə qədər doğrudur, düzdür, orasında danışmıram. Amma bir taza bir söz deyir ki, bizə qulaqlarımız eşitməyibdir. Məncə ərzişi var ki, adam onları bir baxa, alternativdir. Yəni, bu rəsmi dövlətlər, bu güclərin yaratdığı düşüncənin alternativi bir düşüncədir. Necə ki, İranda tarix, dil yaratdığı bir rəsmi sistem var. Radio, televizyon, mədrəsə, müəllim, danışqah, bunların və tüm sistemlər də, musiqi sistemi, roznamə, radio, televizyon, kitablar, bunlar hamısı bir rəsmi sistemi insanların beyninə soxub, insanları qəbul elətdirməyə çalışırlar. Və burada alternativlər ya başqa düşüncələr, türk var, millətlər var, dinlər var, tarixlər fərqlidir, sistem fərqlidir. Bunları da danışanlar var. Bunlar da gözəl söz deyirlər və yaxşı sözlər deyirlər. O, əsli hakim sistemin qarşısında danışırlar. Bunlar çox riski, yəni çox qorxmaz insanlardılar əslində. Həyatların, canlarını da xətərə salırlar ki, taza bir söz desinlər. O güclüyə qarşı. Çünki bunların gücləri o qədər yoxdur. Onun gücü vardı. O ki, hakimdir. Dünyaya hakim olan sistem ki, bu günləri də görürük. Keçən yüzildə, mən diqqət edirdim, keçən yüzildə müsəlmanlar bir gün icazə tapmayıblar ki, rahat yaşayırlar. Onun üçün də dalıya qalıblar. Mənabeləri. Əfqanistan, mənim yadıma gələn, mən uşaq idim, 7-8 yaşım vardı, Əfqanistan savaşlı idi.
şahları var idi onların. O şahı götürdülər, kodete elədilər. Ondan bu günəcən Əfqanistanda qan axır. Ruslar, sonra da Amerikalılar, sonra da bu içəridə xainlərdən zaddan düzəltdikləri sistemlər. Sonra İran-Əraq savaşı, o da müsəlmanların bir parçasıdır. Yəni müsəlman dünyasıdır. Türkiyədə terrorlar, kodetalar. Yəni bir zaman Türkiyə kodetalar mərkəzi idi. Sonra Əraq, Kuveyt, böyük savaşlardan danışıram. Sonra Suriyə, 15 il, milyonlar adam öldü, milyonlar adam qaçqın düşdü, şəhərlər dağıldı, vətən dağıldı, sərmayələr dağıldı. Yüzlər il çəkmişdi bir təməddünü, bir uyğarlığı gətirərlər, yetirərlər bir yerə, aradan getdi. 100 ildir İsrail, Filistin, ərəblər, keçən 100 ildə deyil Filistinin, yəni İsrailin düzəldiyi, İsrail keçən 3000-4000 ildə bir məmləkət adında İsrail yoxdur. Quranda da İsrail torpaq adına gəlmir. İsrail bir tayfadır, bir adamlardırlar. Bir tayfadır, bir eldir, onun adıdır. Geçən 80 ildə deyək, İsrail və ərəblər ki, müsəlmanlar savaşıdır, o davam eləyibdir. Libi aradan getdi. Misirdə dəfələrcə kodeta, ölüm. İslam dünyasında təqribən siz bir il tapa bilməzsiniz. Bir il ki, İslam dünyası kamilən sakit, aram eləyələr, yəni dağıtmayələr İslam dünyasını. Müsəlmanlar dünyasını, İslam dünyasını deməyək. Şimdi mən bunu daimən iştibah deyirəm, çünki o yayılmış şeydir. Müsəlmanlar dünyasında siz bir il subat görmürsünüz. Və hər yer ki, biraz qalxıb ayağa, oranı dağıdıblar. İndi əcəba nə zaman, mən bunu dəfələrcə demişəm, əgər Amerikalılar, Avropalılar, Məsihiyyət dünyası, Batılı dünyası, Rusiya bir yerə silah satır və topladır orada, o silahları bir gün işlədəcəkdir. Nə zaman Malezidə, Endonezidə, Misridə, indi İran ki, dağıldı təqribən İranda, İran adında bir torpaqda istəyək düzələk, genə qeydə bu vəziyyətə, genə bir 40 il çəkər. Oğurlamasalar, pul da olsa, imkan da olsa, ağıllıları məmləkətdən qaçırtmasalar, dünyadan sərmayə toplayıbsa, 40 il çəkər ki, İran qeysin həman vəziyyətə. Yalanlara baxmayın. Yəni, İrana Amerikalılar deyirlər ki, 10.000 ya 12.000 yeri vurublar. Hər yerdə 2 nəfər ölsə, 24.000 dənə adam ölüb, düzdür, böyük adam. Yox, əgər hər yerdə 10 nəfər ölsə, 250.000 nəfər adam ölübdür. Hələ də bilmirik ki, nə qədər davam eləyəcəkdir, nə qədər davam eləməyəcəkdir. Təbii ki, burada fəqət adamlardan söz getmir. Adamlar əsli mənbədir. Təbii ki, adamlar əsli mənbədir. Çünki, məsələn, bir millətin, yəni müsəlmanların yaradıcı cüzü cavanlarıdır. Ağıllıdırlar, işləhdilər, savadlıdırlar. Bunlar bu millətin savadı. Amma bunlar davalarda, kodetalarda, filanda hamısı aradan gedir. Məmləkət qalır ağılsız. Nəslidən nəslə heç keçmir. Yəni, keçən nəsil bir şeylər öyrənmişdi. İran inqilabında 57-də o nəsli öyrəndiyi adamların hamısını öldürdülər. Həm yaşlıları, həm cavanları ki, universitetdə zadda idilər. Həmin bu iş üstə gələnlər. Yəni, bir nəsl qətliama getdi. Bilmir siyasət nədir, iqtisad nədir, hüquq nədir filan. Dövlət bir rəsmi bir şey deyir, o da onu qəbul edir, onun üstündə gedir. Hər halda. Bu tartar sözündən gəldi. Bizim təməddünlərimiz, civilizations, Muslim civilization, İslamdan demirəm. Muslim civilizations, yəni burada
54 dənə, 55 dənə müsəlman məmləkət var. Müsəlmanların yaşadıkları məmləkətlər var. Yəni çoxluqları müsəlman olduqlarından danışıram. Bunlar geçən yüzildə bir 2 dənə dünya savaşı geçirdiblər başlarına. Ondan sonra onların aralarında düşmənlər, oyunlar və öz içlərində, hər məmləkətin öz içində onlarca kodeta, edamlar, qətlamlar. Sonra da bunların arasında bir-birləri ilə düşmən çox güclüdür. Düşmən çox güclüdür. Çünki bulsa bir qapı ma-i nəsib, məva nəsib. Çünki bulsa bir qapı məva nəsib, başımızğa hər nicəlsə ya nəsib. Çünki qıldı haliğə nizareyi, tapmadı barmağı-din özkarə çareyi, özqa çareyi, özünə çarə. Tapmadı barmaq-din özqa çareyi, özgə bir çarə tapmadı. 100 hərəmğə qoydu sahib inqita, qıldı 100 aşub ilə tofu dağı. Təvafu dağı ehtimalən belə bir şey olacaqdır. Qıldı üçün min xərən həzən hüzn ilə tofi hərəm. Qıldı üçün min hüzn ilə tofi hərəm. Rum iqlimi sarı qoydu qədəm. Getdi Rum iqliminə. Yəni bugünkü Osmanlı, Rum eli deyəndə, yəni Osmanlıya gedir. Rum iqlimi sarı qoydu qədəm. Tapdılar əshab üçün agahlıq, ol səfərdə qıldılar həmrahlıq. Yolun qət eylar idi bir təriq. 400 əhli təriq irdi rəfiq. 400 nəfər də yanıncan düşdülər, gedirlər. Hardaydılar? Oradan gedirlər oraya. Yəni gedirlər Ruma, Osmanlıya. Şeyxinin gönlüqa sodaları düşdü. Şeyxinin gönlüqa sodalar düşdü. Düşüb, ehtimalən düşüb olacaqdır. Kim anın ziyalıq qılırğa yavuşub. Hər zaman 100 növ olub əndişəsi. Hər zaman 100 növ olub əndişəsi. Nev də ola bilər, növ. Hər zaman 100 növ olub əndişəsi. Yox be cüz əndişə anın pişəsi. Peşə işliqdir. Peşəsi işi. Əndişə nigerançılıq, düşüncə. Halida əshab-ı təğyir anlayan. Təğyir olacaqdır. Halida əshab-ı təğyir anlayan, ankalayan. Huş ilə səbrini bir ankalayan, anlayan gənədir. Xaslar ilə sual ol Xalidin, vaqif olmay ol qərib əhvalidin. Yaxınlar soruşdular onun əhvalından başladılar, o qəribin. Kim suali kim qılıb tapmadı cavab. Kim suali kim qılıb, hangi sualı hər kəs soruşdu, tapmay cavab. Şeyxidin artıq alar da istirab. Şeyxin istirabı çoxalır. Bir sifət yol qət edib məqsəd sarı. Bir sifət yol. Yol tazaşdan yazılıb. Bu silinibdir, tazaşdan yazılıbdır. Bir sifət yol, bir müddət yol. Bir neçə gün, neçə ay, nə bilim. Bir sifət yol qət edib məqsəd sarı. Qayısı məqsəd mehnət
bihəd sarı. Qayısı məqsədi mihnət bihəd sarı. Ta qədəm qoydular ol keşvərğə bi niz ya biz. Niz olacaqdır. Nir olur, yox. Ta qədəm qoydular ol keşvərğə bir şeyx cöngülida vəli yüzlər təsxir. Əcəba, bu düz oxumuram, nəzərimə. Mən təsxiz olacaqdır, ya belə bir şey. Hər nəfəs bir nəfəni eylar da seyr. Hər nəfəs bir nəfəni eylar da seyr. Mər'i yoldi, nacahan bir törfə deyr. Mər'i buldi ehtimalən, ya yoldi. Mər'i yəni göründü. Mər'i yoldi, nacahan bir törfə deyr. Bir kilisa kimi bir yer, ibadətgah, tapınaq. Taqi anın zərxi taqi birlə cüft. Taqi anın, o deyrin, zərxi taqi birlə cüft. Ondan eynidir göylə, yəni. Cüftü taqi içrə küp razine höft. Küp, biz bilirik, küp deyirik da, yəni bir növ bardaqdır. Qızılca saxlarlar falan, amma cüftü taqi içrə küp razine höft. Taşı anda bəliyyət tağidin. Taşı andı bəliyyət tağidin. Kərpici dərdü bəla tofrağidin. Zib çaşi sida yüz tərhi təəb. Zib çaşi sida çaşı. Zib çaşi sida yüz tərhi təəb. Gör cüzüb yüz no-i nəqşi bül əcəb. Gör gözüb. Gör gözüb, yəni gözükübdür, görünür. Gör gözüb yüz no-i nəqşi bül əcəb. Qurfəlardın fitnəlar nizzarəgər. O sonki ehtimalən şeydə göstərəcəkdir. Qurfələr, yəni otaqlar, bölümlər, o saxlamanın bölümləri, otaqları. Qurfəlardın fitnəlar nizzarəgər. Qılğali biçarə yox kimcarəgər. Qılğali biçarə yox kimcarəgər. Eşq eydidin yaruq hər ruzini. Eşq eybi olacaqdı ehtimalən, ya bilmirəm. Eşq etbidin yaruq hər ruzini. Leyk ol ruzun bəlalar məskəni. Kəngəridin rixnəlar iman sarı. Kəngər divarların başındakı o sərbazlar orada gizlənirlər, oradan ox atırlar, biraz belə diş-dişdir. O diş-dişlərə kəngər deyirlər. Hətta bizim bir otumuz vardı, kəngər adında. Onlar yeməli bir şeylər, yeməklər düzəldirlər. Diş-dişli, üstündə də tikanları var belə. O tikanlara görə ya diş-dişliyinə görə qıraqları adına kəngər deyiblər. Yəni eyni bənzədiblər o qələlərin başında diş-dişliklara belə belə sizə gəlir. Yəni mən görüm nəxrasını gəlsəm belə gəlir. Aha, beləsi və beləsi hey davam edir, gedir. Onlarda ox atsınlar filan bəhman. Ora üçündür. Kəngəridin nixlərar iman sarı. O kəngərlərdən imana rixnə elirdi o şeylərdən baxanlar, qurfələrdən baxan fitnələr. Fitnələr burada qızlar onları istir desin. Kəngəridin nixlərar iman sarı. Eşqi şirkinin numudarı barı. Eşqi
şeyinin ola bilər ehtimalən. Eşq şeyinin numudarı barı. Təbiyə hər ləngər üzrə taşlar. Təbiyə hər ləngər üzrə taşlar. Eşq tiği din kisilkan bağışlar, kəsilgan bağışlar. Eşq tiği din kəsilgan bağışlar. Əhli din başiğə pərran qılğalı. Əhli din başiğə pərran qılğalı. Aləm üzrasın baran qılğalı. Fitnə xeyliğə mümür dərvazəsi. Fitnə xeyliğə mümürri dərvazəsi. Fitnəgər taqi sipehr əndazəsi. Həlqə və zəncir yəda 100.000 funun. Həlqə və zəncir yada 100.000 funun. Həlqə-i soda üzəntir xabun. Bunu oxuya bilmədim. Həlqə-i sevda və zəncir xabun. O beləsi oxunacaqdır. Həlqə-i sevda və zənciri xabun. Eşq otida anda 100 ateşkədə. Eşq otida ot alav, yalav. Eşq otida anda 100 ateşkədə. Hər bir yada, hər bir ida 100 tuman sodazədə. Tuman 1000'dir. Əgər səhv eləmirsəm, baxın bunu, əgər aça bilsək bunu. Tuman türkçədə nə deməkdir? Əlbəttə, heç ehtiyacı yoxdur cümlə yazaq. Tuman yazsaydıq gölərdik. Klasik qaynaqlarda və dilçilik baxımından tuman sözü əski türkçədə çox maraqlı və geniş mənalı bir kəlmədir. Bu sözün əsas mənalarını belə xülasələmək olar. Sayı 20, 10 min. Sayı birimi, yəni sayı elminə gəlsək, bilimi yazacaqdır ehtimalən 10.000 adındadır. Əski türkçədə və Cağatay dilində tuman düz 10.000 sayısına deyilirdi. 10.000'ə tuman deyilirmiş. Məsələn 10.000. Bu söz tarix boyu türk dillərində böyük bir ədədi ifadə etmək üçün işlənib. Tamam. Tuman 10.000. Mən bunu iştibah bilirdim. 1000 bilirdim. Eşq otida anda 100 ateşkədə. Hər bir ida 100 tuman sodazədə. 100 tuman 100 dana 10.000 elər 1 milyon. Der üzür itrə, der üzra tirə, dudi siyahti. Der üzür itrə, dudi siyahti. Zahir ilab, küfr üsyan, zülməti. Dir mundaq görmayın bağıma qıldı seyr. Dir mundaq görmayın bağıldı seyr. Küfr iman əhliqə bu iski deyir. Bu əski deyir. Yox, əski deyir. Bu əski olacaq. Bu əski deyir. Şeyx cismidin barıb ol niruzata. Bir zata. Şeyx cismidin barıb ol bir zata. Göglünü bitaqət eylər istirab. Zəf-i müstəvli bulub hər dəm atqa yazıb əlbəttə. Zəf-i müstəvli bulub hər dəm atqa. Cilvə eylab özqa bir aləm anqa. Anqa olacaq, bu da anqa olacaq, amma nədənsə 2 dənə nöqtə qoyulub bir yerdə.
anqadır, anqadır. Zəf müstəvli bulub hərdəm anqa, cilvə eylab özqa bir aləm anqa. Anadır da bu anda. Bağar irdi, hər tərəf aşüftədar. Var da ola bilər. Bağar irdi, irdi, hər tərəf aşüftədar, hər tərəf tüşti, gözü bi ixtiyar, mənzəri andın asılğan bir haq, taq, belə bir şey. Mənzəri andan asılğan bir taq. Bir qoyaşığa, bir yaşığa ol bulub qəvvaz. Tamam. Daha devam etmeyeyim bunu. Burada nədən isə gedim 55-ci səhifəyə bir başvurum. Orada görək ki, nə deyir? Çünki qurtarır. Kitab buradan bu üzə. Biədəbliqlər ki qıldım, salmışam. Burada yenə də o Urupalını görürük. Sarı səqqəlli, bığları bir cür, qaşları bir cür, başında ləbədar, əlində bir əsa kimi bir şey, paltarı fərqli. Onu görürük. Burada orada şeydə yazıb ki, biədəbliqlər ki qıldım, bilmişam. Həzətində bəs yəhru gəlmişam. Ehtimalən bu xanım qızla danışır, orada onu deyir. Kitab burada qurtarır zahirən. Bunu oxuyaq görək ki, bu səhifəni oxuyaq görək burada nə alırıq. Halım andın kimsə gər artıq demaz. Halım andın kimsə gər artıq demaz. Artıq irmas bölsə həm aksuk imaz, oksuk imaz. Gəlnəvayi sözünü hala xətm qıl. Gəlnəvayi sözünü hala xətm qıl. Eşq ara izhar dəva qılmağıl. Gəlnəvayi sözünü hala xətm qıl. Eşq ara izhar dəva qılmağıl. Bir neçə gün ömrüdün tapsam əman, özünə deyir. Bir neçə gün ömrüdün tapsam əman, şərh eşqim nəzm itay bir dastan. Hələ deyir ki, bundan bu yüzden əgər ömrüm olsa bir ayrı dastan başlaram. Bir neçə gün ömrüdün tapsam əman, şərh eşqim nəzm itay bir dastan. Anda bilkay kim insaf ürür. Anda bilkay bilərəm. Anta bilkay kim bilərsən yəni. Anta bilkay kim insaf ürür. Kim insaflıdır, insafsızdır. Kim sözüm sin müdür və ya lafdır. Kim sözüm sin müdürdürür ya lafdır. Şeyxigə əlqissə cün beyti fəraq, yeti fəraq. Şeyxigə əlqissə cün yeti fəraq dir erişdin Kəbəğə ilə bedağ. Dir erişdin Kəbəğə ilə bedağ. Yarini dəfn etdi eşq eyvanida. Yarini dəfn etdi eşq eyvanida. Din o iman əhli Gürüstanida. Gürüstan, qəbristan. Kəbədin andaq ki qıldı əzmi deyir. Kəbədin andaq ki qıldı əzmi deyir. Deyirdin həm Kəbəğə görgüzdü seyr. Görgüzdü. İndi əvvəldə deyir ki, Kəbədin andaq ki qıldı əzmi deyir. Kəbədən əzmi iradə elədi getsin deyirə. Deyirdin həm Kəbəğə görgüzdü seyr. Görgüzdü yəni göründü. Görgüzdü seyr. Tanrıqa, Tingriqa ərz etdi üzri maməza. Tanrıqa, Tingriqa ərz etdi üzri maməza. Taani həm tariqə quşti qəza.
ehtimalən qeydli bu dastanın birinci bölümü olacaq bəs. Burada qutarır, təmmət qoyur. Bir şey də burada yazılmışmış. Bunu gedim o üzə. Burada bu yüzdə, yəni səfəni dalıya getirəndə, o axır səfə idi, onun dalısının arxasına baxanda, bu axır səfə, bura baxanda, burada son sətri görürük ki, yazıblar, üstünə abı xətt çəkiblər. Yəni qələtdir. Birinci misrəyi. İkinci misrəyi yenə də onun üstünə xətt çəkilmişmiş, amma siliblər. Bir də bir kəlməni qazıyıblər. Ehtimalən bu son səhifədə gördüyümüz yox, o deyil. Deyirdim ki, yəni bu burada son səhifənin aşağısında o şeir qutardı. Aşağıda bir şeylər yazılmışmış. Çarşıvənin içində. Birazı çarşıvənin hətta üstündə. Bunu siliblər. Mən bunu biraz kiçildim ki, səhifəyə yerləşsin, görüm ki, səhifədə nə görürük. Burada indi səhifəni kamil görürük. Burada bir şey yazılmayıb. Su geçib kitaba, təəssüflə kitaba çox su geçib, heç diqqət eləməmişdim. İkinci bölümünə başlayır. Burada nağıl tüm birincisində Bismillahirrahmanirrahimi yazmışdı kitabın içində. Yəni o müzəhhəb olan yerdə, təzhib olan yerdə. Bu bölümdə əgər o dastanın davamı olsa, fərqli bir təzhib düzəldibdir. Məsələn, bunu bir toplum fərz eləyək, çarçıvəni, yəni haşiyələr, bala haşiyələr. Bunlar bir toplumun qıraqları, bir sərhədlər. Yəni bir-birindən çıxıb o birisinə keçə bilməyək bir görünən qanunlar, çarçıvələr. Bir də mətni var, toplumun içidir. Məncə bir toplum var, bir də toplumun qırağında kiçik-kiçik bölümlər var. Ləvər, haşiyə, balaşiyə, zəncirələr, filanlar, bəhmanlar, bunlar sərhəddirlər. Bir şeyləri bir şeydən ayırmaq üçündür. Məncə bu toplumu işarə edir. Nələri ayırır, nələri ayırmır, onu mən bilmirəm. Soğan qabığı kimi çox nazikdir, bir-birinə yapışdırmır, bir-birindən də kamil qırmır. Bu fərş olan, təsvir olan hamısı bir toplumdur, bir yerdədir. Amma bir-birindən rənglə, bəzi xətlərlə, cizgilərlə, mühəndislik cizgilərlə bir-birindən az da olsa ayrı olurlar, amma bir-birinin yanındadırlar. Bir-birlərindən rənglərdə alverləri var. Gözəldir, gözəldir. Yəni çox gözəl bir şeylə qarşılanır. Amma bunun başlamasından qabaq bunun qırağında bir dənə bir yazı yazılıbdı. Ona bir baxaq görək ki, bunu oxuya biləcəyik ya yox. Bu mənə cəlib gəldi. Tilkim imas zikrini etman işər. Ne tün ani ağzığa alğay kəşər ya təsər belə bir şeydir. Bilmədim, yəni oxuya bilmədim. Devam eləyək, görək ki, bu şeirimiz nədir? Bismillahirrahmanirrahim şeir bununla başlayır. Yəni, Bismillah beytin birincisidir. Bismillahirrahmanirrahim. Fəth-ü zəfər ayətidir ey həkim. Haqqinin ati birlə qəfur rəhim. Haqqinin ati ilə adı. Haqqın adı ilə birlə bərabər eyni zamanda Qəfur Rəhim. Başla hər işini biliklik həkim. Həkim bilikliyin, düşüncənin, anlayışın, bilmağın əsli Allahın adı ilə başlamaqdır. Başlasan hər işini muni bəxş bil. Təngri ati birlə ani xətm qıl. Tanrı adı ilə də onu xətm. Hər nə işi başladın, Allahın adı ilə onu Allahın adı ilə də qutar. Başlasan hər işini muni bəxşi til ya bil, yaxşı bil. Muni bunu yaxşı bil olacaqdır. Təngri ati birlə ani xətm qıl. Hər nə kim iş başlasan, ey nik zat,
Hər nikim iş başlasan eynik zat, Təngri atın bulur ol iş cüşad. Təngri adın, Təngrinin adı, Təngri attın bulur ol iş cüşad. Təngri atın tilgar rəvan ərzə qıl. Təngri atın, Tanrının dilin, adın, Təngri atın adın, tilqa dilinə rəvan ərzə qıl. Girdimsa ortadın ol tilini bil. Tilki tüşar Təngri atın yaraq, əgər yarağı, dilin yarağı Tanrı adı olsa, tilki tüşar Təngri atın yaraq, bulğayındın bulmağını yaxşıraq. Çərxü fələk gör. Ehtimalən burada bu şeir görmürəm, amma ehtimal verirəm. O ki əvvəldə oxudum, o burada bir beyt baxıram görüm harda ola bilər. Bunların arasında birinin, bu son 3 beytin birinin arasında o yaddan çıxıbdı, onu gəlir. Burada dildən ki danışır, məncə də bu dildən sonrasında gələcəkdir. Tilki tüşar Təngri atın yıraq, bulğadın bulmağını yaxşıraq. Bulğayındın, yəni bulğa tapa bilərsən, bulmağını, axtardığını yaxşıraq. Ehtimal verirəm bundan sonra gələcəkdir. Tilkim imas Təngrini, indi bunu gərək çevirəm, onu oxuyam, görəm ki, orada nə cür olur. Tilkim imas zikringi iman işi, nə üçün ani ağzığa alğay kişi? İndi oldu. Fikir edirəm ki, bu hər halda bu şeirlərdən biri o tildən olacaqdı. Mən də onu orada oxudum. Umaram ki, düz yerdə oxumuşam. Çərxü fələk dövrüda dövranidin. Çərxü fələk dövrüda dövranidin. Cümlə cahan buldu əyan zatidin. Yox idi birbiriyle bu gök şəhrəti. Yox idi birbiriyle bu kök ola bilər. Şöhrəti bar cani yar qıldı anın qüdrəti. Qədim dedik, özəlliklə bu tür kitablarda əgər eləyə bilsəm buradan çıxsam, kitabın aşağısında məmulən sonki səhifə nə gələcəkdir, nə ilə başlayacaqdır, onu yazırdılar. Məsələn, burada görürük ki, yarını, bu birisi səhifə yandı. Elə burada da yandıymış. Məsələn, bununla başlanır. Bəzi səhifələrdə görmürəm. Yəni, məsələn, əlbəttə bu arxasıdır, bu da onun sonrasıdır. Bu onun sonrası olacaqdır. Burada yazılmışmış, silinir və qutarır. Bu birisində amma görürük ki, sonki səhifənin qüdrətlə başlayacaqdır. Onu görürük. Qüdrət əyası dur idim kirdigar. Qüdrət əyası dur idim kirdigar. Bəndə sırrını bilir ol aşkar. Bir neçə ka birib idim əz izzücah. Bir neçə ka birib idim izzücah. Bir neçəni saldı qəzb din becah. Bir neçəni saldı qəzəbdin becah. Bir neçə ka tac risalət birib. Bir neçə qa tac risalət birib verib. Bir neçə qa nuri hidayət verib. Bir neçəsinə tac veribdi, bir neçəsinə də hidayət veribdi. Bir neçəni qıldı cəhanda nəbi, bir neçənin adini qıldı
dəni. Barca cahan əhli yarağın bilir. Barca cahan əhli yarağın bilir. Qudrət əyası nə yıtılsa qılır. Qudrət əyası, əya ehtimalən sahabı, nə yetilsə qılır. Yoktur ana heç şərik. Burada oxuya bilmirəm. Nə? Yoktur ana heç şərikdən rənər, belə bir şeydir. Misli anın yoktur üzü bi nəzər. Mən onu oxuyacaqdım ki, yoktur ana heç şərikdən nəzir, amma ya silinib ya da ki şərik oxunmur. Mən oxuya bilmədim. Misli anın yoktur özü bi nəzir. Cümrə rüsul sərvəridir Müstəfa, kani kərəm mədən sidqü səfa, qurb-i məqamidə açıb Allah olacaq ehtimalən. Qurb-i məqamidə açıb Allah, buldu bir ümmətlər üçün üzrxah, vəsl bəsatini qılıb tikigah, aləm Adəmğə ani qıldı şah. Bir qa əgər bulmasa imdaq şəfi, bir qa əgər bulmasa andaq şəfi, buzğay idi birini xisal səni, əlbəttə şəni olacaq, xisal-i şəni. Birqa əgər bulmasa andaq şəfi, buzğay idi birini xisal-i şəni. Buzğay nə deməkdir bilmədim. Bar idi küb taifə bizdin yürün. Ehtimalən beləsi olunacaqdır. Bar idi küb taifə bizdin yürdən ya yürün. Cərgə bilə dünyada tutqan ürün ya da əmrün. İkisindən biri olacaq. Barca sığa qulluq üçün əmri şərə. Kəşf bulub barca sığa əsl-i fərə. Biri əgər qılsa idi bir günah, barca sığa qəhr irdi Allah. Barca sığa qəhr irdi Allah. Biz ki ürür baş ayaqdın xarab. Biz ki ürür baş ayaqdın xarab. Bizdən ayamaz kərəmin heç bab. Bizdin ayamaz kərəmin heç bab. Ya da hiç bab. Bülmə həmiyyətğə himayətni gör. Bülmə həmiyyətğə himayətni gör. Qalmağa itrə inayətni gör. Ol kim ürür Nuhi bilə həmqədəm. Ol kim ürür Nuhi bilə həmqədəm. Cümlə-i tufanidin anqa xudini ғəm. Cümlə-i tufandin anqa xudni ғəm. Bu ni bizdə çox indi işlənmir. Farsda da çox işlənmir. Hindistanda çox işlənir. Afqanistanda da biraz işlənir. Orada nihi işlədirlər. Yəni bu keçibdir ordu dilinə, hindi dilində ni işlənir. Neçə ki yox bizdə ibadət atı. Neçə ki yox bizdə ibadət atı. Şükür ki bardır bizi anın ümməti. Şükür ki bardır bizanın ümməti. Biz onun ümməti.
şeirin başlıqları yazılmayıb. Belə çəkilibdi. Burada görürəm ki, keçmiş şeirdə də bu cür idi. Yazmayıbdı. O birisində də bəs mən deyirdim, bəs silinibdi. Yox, silinməyib. Ehtimalə elə bu bunun yazmaq metodudur, yol yöntəmidir. Anda ki bu dairə irdi xiyal, anda ki bu dairəyə irdi xiyal, ortağa gətirirdi bu tənsuq misal, ortağa gəltirdi bu tənsuq misal. Çünki bu söz sikkəsini qıldı nəqş. Çünki bu söz sikkəsini qıldı nəqş. Möhridi məthi şəhi tac bəxş. Möhridi məthi şəhi tac bəxş. Tört qıraq yeti ulus nınq xanı. Dört qıraq ola bilər milləti olsun ya da yeti, yıltı. Tört qıraq yıltı ulus nınq xanı. Bu nə deməkdir bilmirəm. Tört qıraq, dört yeti ulus nınq xanı. Ulus millətdir. Nınq xanı onların xanı. Dört qıraq milləti görə bilirəm, amma oxuya bilirəm, amma millət olmanı da işlənmir. Yıltı çox oxunur ya da yıtı. Tört qıraq yıtı ulus nınq xanı, altı cəhət iki cahan sultanı. Padişahi İskəndər darahişəm. Padişahi İskəndər darahişəm. Davər dəvran şəhi sahib kərəm. Mülk əyası balas umaqlıq qiyat. Mülk əyası bırlas umaqlıq qiyat. Sayi haq məzhər zatü sifat. Əd bila dini dün müftəxər. Əd bila zi'i dün müftəxər. Dini olacaqdı, dini. Ədli bila dini dün müftəxər. Yaxşı atı bir yüzüdə müntəşər. Yaxşı atı bir yüzüdə müntəşər. Nur-u nübüvvət dəminin həmdəmi şah-ı vilayət sirinin məhrami. Şah-ı vilayət sirinin məhrami. Surət-i mə'nida vücudi tokuz. Zahir-i batında tular-si tuz. Zahir-i batında tullasi tuz. Təvəllası olacaq bu. Zahir-i batında təvəllası tuz. Elmida məlum həqiqət bilən tüzdü şəriət nik təriqət bilən. O da bilən olacaq. Elmida məlum həqiqət bilən tüzdü şəriət nik təriqət bilən. Tüzdü etmələn düzdür. Düz, doğru. Üstdə də o toz ki dedi, həmən duz olacaqdı ya düz olacaqdı, toz. Surəti müstəhsən-ü xəlqi həsən. Surəti müstəhsən-ü xülqi həsən. Hər fəsini da mündərəc ənva-i fən. Hər fənida mündərəc ənva-i fən. Hikmət-i Yunan demida bir nəfəs. Hikmət-i Yunan demida bir nəfəs. İki cahan şirəsida bir məgəs. Tarpıya. İndi burada üstə nöqtə qoyubdu 3 dənə, altda da 3 dənə qoyubdu.
Tartışa irlik göğünde, çuyunda zülfəqar. Zülfəqar. Tartışa oxuram, amma ola bilər ki, ayrı bir şey olsun. Tartışa ya tartışa olacaq. Tartışa irlik çuyunda zülfəqar, Rüstəm-i dəstandin aşurğay damar. Xəncərinin zərbini görsa bir. Qılğay evi içrə çiklər kaçacır. Çox kəlməni bilmirəm. Yəni şeiri oxumaq üçün əvvəl o dili yaxşı bilmək lazımdır. Yəni hər şeyi oxumaq üçün əvvəl o dili yaxşı bilmək lazımdır. Kəlmələri yaxşı öyrənmək lazımdır. Mən də bunları bilmək üçün özümü zora salıram ki, öyrənim. Yəni mən burada şeir oxumuram ki, deyim ki, şeir oxuram, ləzzət taparım falan. Öyrənmək üçün oxuram ki, tamam çalışıram, öyrənəm. Həm də ağır yerdən başlamışam. Yəni bu da bir vaqiiyyət ki, ağır yerdən başlayaq, ölçəşək. Şəstidin oldum ki, bulur oq cüda. Qafidə simurq bulur zağ pa. Bərxi alır çərxi fələkdin uqab. Çərxi alır çərxi fələkdin uqab. Bazı alır neçə bilan aftab. Hökmüğa can qılsa nəqad aşkar. Hökmüğa can qılsa nəqad aşkar. Bəhr din üç birlə qopar qay əyar. Qəhri oti şöləsi gər bulsa tiz. Qəhri otu şöləsi gər bulsa tiz. Bir yüzüdə tuşkay oluq rəstəxiz. Lütfü əgər dünyada qılsa zuhur. Cənnət-i firdevs qa tuşkay qusur. Barca hünərlərdə ədim-i nəzir. Barca hünərlərdə ədim-i nəzir. Təxt əyasi çərxü. Təxt əyasi çərx əyasi xusru iqlimgir. Bəhr-i kərəmdür dağı kani əta. Bəhr-i kərəmdür dağı kani əta. Şah-ı şəhənşah atadin ata. Sikke və xutbə itidin sərfəraz. Atidin əlbəttə. Sikke və xutbə atidin sərfəraz. Fəth-ü zəfər həminə karsaz. Himmətinə karsaz. Fəth-ü zəfər himmətinə karsaz. Əmrinə iqbal-ü səadət qulam. Hökmünə əcram-ı səvamat ram. Himmətidin qullə-i ərbörz pəst. Himmətidin qullə-i əlbörz pəst. Quvvətidin cərxi bərinğə şikəst. Din içida Əhməd Muxtar ding. Kin içida Heydər Kərrar ding. Rəzmi günü qəhr eləyə iqlim gir. Rəzmi günü qəhr eləyə iqlim gir. Bəzmi tünü lütf eləyə xidmət pəzir. Pəşşə əgər sayəsidə tapsa cay. Pəşşə əgər sayəsidə tapsa cay. Əgər bir mığmığa onun kölgəsində yer tapsa özünə. Pəşə əgər sayəsidə tapsa cay. Dövlətinin pərtövi etqay humay. Onun dövlətinin kölgəsi o şahın o pəşənin üstünə düşsə, mığmığanın üstünə düşsə onu humay edər. Humay simorq ki farsça var, odur ehtimalən. Bunu soruşun. Əcəba humay həman simorq mıdır?
Bu önəmli bir sualdır. Çünki hər iki quş şərq mitolojisidə və ədəbiyyatında, özəlliklə türk və fars klasikin ədəbiyyatında çox bənzər görünsələr də, əslində müxtəlif məna yüklərinə malikdirlər. Əcəb. Bu iki əfsanəvi quş quşun fərqli və oxşarlıqlarını belə açıqlamaq olar. Humay. Huma ya Humay. Humay daha çox dövlət, bəxt və səltənət rəmzidir. Səltənət quşu qədim inancılara görə Humay kimin başına kölgə salsa və ya qonsa, o adam padişah olardı. Bu üzdən də Humay səadət və ya dövlət quşu istilahı işlənir. Yüksəklik. Humayın heç vaxt yerə qonmadığı, ömür boyu göylərdə uçduğu və hətta sümük ilə bəsləndiyi rivayət olunur. Humayın heç vaxt yerə qonmadığı, ömür boyu göylərdə uçduğu və hətta sümük ilə bəsləndiyi rivayət olunur. Klassik ədəbiyyatda Nəvai və Füzuli kimi şairlərin əsərlərində Humay özünə ehtiyacı olmayan, himmət edən və öz kölgəsi ilə insanları səadətləndirən bir varlıqdır. Simorq. Türk mitolojisində Zümrüd, Unqa ya da Tuğrul. Bu üç dana ilə. Ehtimalən budur. Zümrüd, Unqa ya da Tuğrul. Bu üç quşun adı Simorqdır. Daha çox hikmət, bilgi və mənəvi təkamül rəmzidir. Məntiqi deyil, Əttar Neşaburinin əsərində Simorq irfani yolçuluğun son hədəfidir. 30 quşun 30'unu tapması. Bu mənada, yəni 30 quşun 30'unu tapması. Müqəddəs müəllim Simorq Qaf dağında yaşayır. Zalı, zər kimi qəhrəmanları böyüdür və çətin anlarda yetişən bir qurtarıcıdır. O maddi deyil, mənəvi bir məqamın sembolidir. Tamam, bu qədər görər. İndi burada bir kəlmə yazıbdır, onu oxuya bilmirəm, cəlibdir. Getdim ora, bura qaçdı. Paşa əgər sayəsidə tapsa cay, dövlətinin pərtovi itqay Humay. Fərfismüdün yüzüda bilgülük. Fərfiyə müdün yüzüda bilgülük, cümle qanun sözüda bilgülük, barca hünər dürüda, barca hünər dövrü də tapti kəmal, ürdü hünər tərbiyyəti bir lafal, zahirida həlli dəqaiq qılır, batini da kəşf və həqaiq qılır. İstəyirəm görüm dastan nədir, bu ikinci kitab nədir, hələ feylən onu deməyib buracan. Dal qılır qudrətinə ülviyat, lal ürür qutinə səlfiyat ya da qüvvətinə. Qeyb-i rumuzi bilə zihni fuzutən. Eyb-i rumuzi bilə zihni fuzutən, fikri funun itrə funun afərin. O da fəzin olacaq ehtimalən.
Eyb rumuzi bilə zihni fuzun. Eyb rumuzi bilə zihni fuzun, fikri funun itirə, funun aferin. Fəzin olacaqdı bu da. Eyb rumuzi bilə zihni fəzin, əfzun kösündən izafə fəzin. Fikri funun itirə, funun aferin. Hərcə kəmal itirə desam binəzir. Yarcasıdır bir-biri din dilpəzir. Yeti əyası bilə türt ümməhad. Yeti əyası bilə türt ümməhad. Tapdılar imkan bilə seyri cəhad. Mülki nişan bırmadı bir şahu dik. Mülki nişan bırmadı bir bu şahidik. Dəhr gözü görmədi bu mahidik. Ta ki fələk dövr qılır salımah, dövrünü sorsun bu uluq padişah. Hər nə muradat ki qılsa həvəs. Hər nə muradat ki qılsa həvəs, tapsın anın gayətinə dəstrəs. Bulsun acun icra ırtıq göngülü şad. Bulsun acun icra ırtıq göngülü şad. Barca ulus üstüdə sürsün murad. Bir gecə ғəm birlə edim həmnəfəs. Bir gecə ғəm birlə edim həmnəfəs. Munisi dəmsazım ol irdi yo bəs. Munisi dəmsazım ol irdi yo bəs. Göz yaşıdın madiyi bağırdın ləbab. Göz yaşıdın badə bağırdın ləbab. Dərdü dilim nəqlü fəqani rübab. Qayda ki əndişələrim cuş ürüb. Qayda ki əndişələrim cuş ürüb. Bir yolu başdın ayaq ağuş ürüb. Qayda ki əndişələrim cuş ürüb. Bir yolu başdın ayaq ağuş ürüb. Ah cigər suz sınıb dəst zur. Ah cigər suz sınıb dəst suz. Nalə-i dilduz qılıb şər-u şur. Ah cigər suz sınıb dəst zur. Nalə-i dilduz qılıb şər-u şur. Sinə-i pür dərd bəla xanidin. Sinə-i pür dərd bəla xanidin. Seyr bulub öz yorakı qanidin. Seyr bulub öz yurakı qaynıdın. Qaynamaqdan ehtimalən olacaqdır. Dərd səpib iski cərahətğə duz. Dərd səpib iski ola bilər. İski cərahətğə duz. Şurişi o suzişi həmtay hənuz. Bitamay. Həmtay olur. Yetmay. Aha, yetmay hənuz. Dərd səpib eski cərahətğə duz. Şurişi o suzişi bitmay hənuz. Bitməz, bitmir hələ. Şurişi o suzişi bitmay hənuz. Şəm-i sifətlıq yurakim şöləzən. Şəm-i sifətlıq yurakim şöləzən. Dud başımda, ayağımda ləgən. Dud başımda, ayağımda ləgən.
Can tılmay bir yüyü ten söhbətin. Can tiləmay, diləmək, tiləmay. Can tiləmay bir yütütən, bir lüti də ola bilər. Bir lüti tən söhbətin, eylə ki tən cürü kəfən söhbətin, cürü kəfən, eylə ki tən cürü kəfən söhbətin. Gözmağın dünya bulut nınq tar, nəngitar ya bəngitar. Gözmağının dünya bulut təngi tar. Ruzi qiyamətini görüb aşkar. Hər dəmi hər ləhzə bir utqə yanıb. Ot. Hər dəmi hər ləhzə bir otqə yanıb. Qayəti yox ot bilan urtanıb. Ot içida qoqunusu biçarə dar. Ot içida qoqunusu biçarə var ya dar. Nali dilsuz qılıb 100,000. Hər nəfəs ahəngi qılır bir nəva. Dünyada hər ləhzə salıb bir seda. Ömr ötüb görməyən o oyğuni bus ya buş, bus. Ömr ötüb görməyən uyğuni bus. Nalələrim din uyumay qurtu quş. Quş olacaq, bu da quş olacaqdır, duş. Ömr ötüb görməyən uyğuni buş, buz. Nalələrim din uyumay qurtu quş. O da quş olacaqdır elə. Bu da ömr ötüb görməyən uyğuni boş. Nalələrimdin uyumay qurtu quş. Çərxi fələk teşnə bulub qanimə. Çərxi fələk teşnə bulub qanimə. Dini dün qəsd qılıb canimə. Səbr niyasini bəkli pozub. Səbr binasini bikülli pozub. Hasili yox ömrüdün ümid azub. Hasili yox ömrüdün ümid azub. Tayir əndişə ürüb balı pər. Tayir əndişə ürüb balı pər. Fikr əyağı pərlə girib bəhr bər. Tayir əndişə ürüb balı pər. Fikr əyağı birlə girib bəhr bər. Cah fələk üçdə təyəran ürüb. Cah fələk üçdə təyəran ürüb. Cah mələk bürcüdə səyəran ürüb. Cah tilab dərdü dilim qədəva. Cah tilab yəni təmənna eləmək, diləmək, arzu eləmək. Cah tirab dərdi dilim qədəva. Cah sorub rəncü qəmim şəfa. Məhin budum, məhin budəm tası bilə yim sınıb. Ehtimalən burasını oxuya bilmirəm. Elə bir şey o birisi yerləri oxumuşdum, buranı oxuya bilmirəm. Məhin budəm tası bilə yim sınıb. Qeyrət açıq istida birdi nəhib. Neçə buyi səbrilik ey nasibur. Neçə buyi səbirlik ey nasibur. İrgirak imkan tilə bilə tapsa huzur. İrgirak imkan bilə tapsa huzur. Bənd-ü bəla dünyada irka tuşar. Bənd-ü bəla dünyada irka
tuşar, irkişya munce belani buşar. İraysa irtik yurakinin tişla gil. İraysa irtik yuraginin tişla gil. Kıçkan arnalarının işin işla gil. Kıçkan arnalarının işin işla gil. Tut gam-ı mihnet bile köngülingi hoş. Tut gam-ı mihnet bile köngülingini hoş. Aqil isanın merhem dermanın oş. Am sıfat bulma fərağət pərəst. Am sıfat bulma fərağət pərəst. Xas bikin yol amaq alında pəst. Xas bikin yol ayaq altında pəst. Səbr ilə Əyyubiyə həm dəst bul. Cürəsinin sər qüvvətidin məst bul. Ya həst bul. Məst oxunur əlbəttə. Cürət də burada olduğundan üçün məst oxunmalıdır. Səbr ilə Əyyubiyə həm dəst bul. Cürəsinin sər qüvvətidin məst bul. Ehtimələn sır da ola bilər, amma mən sər oxuram, qələtdir məncə, sır ola bilər. Cürəsinin sır qüvvətidin məst bul. Sidq nəmazın qılur irsang əda. Yusuf-i Siddiqə qıl iqtida. Əhli bilə silsiləsidin nəxust. Əhli bilə silsiləsidin nəxust. Məşrəbinin isnadı qılğıl dürüst. Məşrəbinin isnadı qılğıl dürüst. Bilmirəm, hələ bilmədim ki, bu nəsihətnamədir, yoxsa o birincisi, yəni bu məxzəni əsrar bura olacaqdır. Burada əsrardan danışır. Amma orada sırrılardan danışır burada. Amma o birisində o indi adı yadımdan çıxdı. Sən'an, Şeyx-i Sən'andan danışırdı. Yəni bu iki bölümdən ibarətdir. Bir şeyxi adın yazaq ad Məxzənül Əsrar özü iki bölümdür. Biri Şeyx-i Sən'an hikayəsi. İkincisi isə ehtimalə Məxzən Əsrar bu olacaqdır. Məxzəni Əl-Əsrar. Fikir edən bu olacaq. Yəni mən burada bir hikayə görmədim. Bir hikayəyə girə. Az da oxumamışıq. Fikir edirəm ki, bir 6-7 səhifə oxumuşuq. Başlıq da yazılmayıbdır. Bunların hamısına başlıq yazılacaqmış. Yarımçılıq qalıb kitab. Yəni ehtimalən bu sonrakı bir yazıdır. Mən fikirəm 2 saat doldururuq. Az 2 dəqiqə qalır olsun ki 2 saat. Gedim bu kitabın sonunda görüm bir şey tapa bilirik bu şey haqqında, bu kitabın yazılışı haqqında bir şeylər. Son 2 səhifəyə baxaq. Görək ki, necə. Tozda mənim türdüm erir dilpəsənd. Turdum olacaqdır. Tozda mənim turdum erir dilpəsənd. Təbğə Təbğə külüftüda ikibi sudmənd. Şayədə ikisi sudmənd. Təbğə gülüfta gibi sudmənd. Bu nə deməkdir? Gülüfta
gibi sudmənd. Gülüftüda bir şeydir, gülüft kimi, təbğət gülüftüda sudmənd. Min yilkan xətt bilə bulğıl qələm. Min yilkan xətt bilə bulğıl qələm. Min yüzqa yül bilə qoyğıl qədəm. Çıxma üzüydin, kılma üzüydin ki yürür cadə rast. Çıxma üzüydin, izindən, yoldan. Çıxma üzüydin kim yürür cadə rast. Yol yüzərin barisə gönlümdə xast. Nəqd Sikəndər singidir ki səzavarsın. Singitmək, yavaşlatmaq, aramlaq, səngin, indi Azərbaycanda işlədir singimək. Yəni bizdə işlənmir, kətlə işlənirdi Qəradağda, amma təəssüflə 50 il bundan qabaq, bəlkə də hətta 55 il bundan qabaq, 56 il bundan qabaq eşitdiyim sözdür singimək. Qəradağda işlənirdi. İndi bilmirəm işlənir, yox. Nəqd singidir ki səzavarsın. Gəncinisin tila ki bidarsın. Aradesin sən bugün ey şəhriyar. Aradesin sən bugün ey şəhriyar. Kimsənqa bir dük ya barımız ixtiyar. Kimsənqa bir dük barımız ixtiyar. Səndin ədəb birlə biling ne eləyaq. Səndin ədəb birlə biling nə qılmaq beləsi də ola bilər. Neyləmaq mən görürəm bunu. Bizdin ədəb qaidəsin bulamaq. Yağlamaq da ola bilər. Bağlamaq. Bizdən ədəb qaidəsin bağlamaq. Səndin ayaq tapmaz hər dəm nüfus. Səndin ayaq tapmaz bir dəm nüfus. Şükrüdün ilhamı hünərdin cülus. Çün nəzəri qeyb yarutti çıraq. Çün nəzəri qeyb yaruti çıraq. Pərtövdin buldi münəvvər çıraq. Min ki bu şuru dəmi buldi şini yolda yox. Min ki bu şuru dəmi bu ləziz aşini. Mən ki bu şuru dəmi bu ləziz aşini Şeyx Nizamidin alıb çaşini. Nizamidən deyir bunu, alıb çaşnısın. Şeyx Nizami demədin can tapıb. Şeyx Nizami demədin can tapıb. Mənisidin birliği fərman tapıb. Mənisidin yerliği fərman tapıb. Qoptum isə ərbəni əhliminin. Qoptum isə ərbəni əhliminin. Gənc fişanlıq bilə axtimimin. İhtimalən buranı qələt oxurum. O birisi yerlərə tay. Gəldim itaq lab cühər şahvar. Gəldim itaq lab cühər şahvar. Qılsa qəbul
O quludin şəhriyar, qılsa qəbul o quludin şəhriyar, xuysalı bulsa sacanın, bulsa sacanın incidər. Xuysalı bulsa sacanın incidərd. Eylə ki bulsun həsti iqlim pər. Ya pür. Eylə ki bulsun həsti iqlim pür. Dünyada cüz Heydər sahib hünər, kimcü adı müncə tukanmaz cöhər. Kimcü adı müncə tukanmaz cöhər. Hər neçə qazğandım o yığdım tamam. Hər neçə qazğandım o yığdım tamam. Qıldım alıb say yığğan haram. Qıldım alıb say yığcığa yığmaq haram. Qıldım alıb say yığcığa haram. Aşın acıb iş bu yendürdür məngiz. Aşın acıb iş bu yendürdür məngiz. Səfərə başda ayasın sürməngiz. Durməngiz olacaq bu da. Aşın açıb iş bu yerindir durməngiz. Səfər başıda ayasın sürməngiz. Mal ayasındın ayama bir dua. Mal ayasındın ayama bir dua. Fatihə tekbir tebaring manga. Tamam, şeir burada qurtardı. Bir şey bilmədim. Bu ikinci kitab nədir və nə haqda danışır əslində. Amma hər nədirsə çox bir gözəl nəsihətnamə. Bu ikinci bölümü özəlliklə. Birinci bölüm Şeyx-i Sənan, ikinci bölüm Nəvainin bu kitabında. Amma indi gedək kitabın adını yazaq görək ki, Məxzənül Əsrarı Əsrar kitabında kitabı 2 bölüm görünür. Birinci bölümdə Şeyx-i Sənan hikayəsi, ikinci bölümdə isə Məxzənül Əsrar görünür. Sənin bu haqda hansı bilgilərin var? Bu konuda önemli bir nüktə var ki, sizin katalog etdiyiniz və ya üzərində çalışdığınız o əlyazma böyük ehtimalla bir məcmuə və ya cüng formasındadır. Çünki klasik ədəbiyyat baxımından Məxzənül Əsrar və Şeyx Sənan iki müxtəlif əsər sayılırlar. Bu konuda əldə olan elmi bilgilər belədir. Məxzənül Əsrar bu əsər məşhur Gəncəli Nizami Gəncəvinin 570 hicridə yazılıb ilk məsnəvisi və xəmsəsinin birinci kitabıdır. Məzmun, zühd, irfan, tohid və əxlaq haqdadır. Təsiri, bu əsər o qədər güclü idi ki, Əmir Xosrovi Dehləvi və Əmir Əli Şirinəvai Heyratül Əbrar əsəri ilə ona cavab yazmışlar.
Nəvainin Məxzənül Əsrari, Nəvainin, biz də Nəvaini oxuruq da, yox? Əlişir Nəvai, bəli. Nəvainin Məxzənül Əsrari, Nəvainin də Heyrətül Əbrar əsəri məhz bu vəzn və bu üslubda Çağatay türkcəsində yazılmış bir Məxzənül Əsrar cavabidir. Adın iştibah yazıblar, yoxsa? Şeyx Sənan hekayəsi. Şeyx Sənan hekayəsi əslində Əttar Nişaburun Məntiqü Teyr əsərinin ən məşhur və ən uzun dastanıdır. Məzmun: bir müqəddəs şeyxin Rumlu bir Məsihi qıza aşiq olub, eşq yolunda öz dinindən və zöhdündən getməsini təmsil etdiyi bir irfani hadisədir. Fənai fil eşq. Nəvainin rolu. Əmir Əli Şir Nəvai, Əttarın Məntiqü Teyr əsərinə cavab olaraq Lisan-ı Teyr əsərini yazanda Şeyx Sənan dastanını da özünə məxsus şəkildə və gözəl bir dillə türkcəyə çevirib nəzmə çəkmişdir. Niyə bu iki əsər bir yerdədir? Sizin əlinizdəki nüsxədə bu iki əsərin ard-arda gəlməsinin bir neçə dəlili ola bilər. Mən bunu yazım, əvvəl bu getməmişdən bura yazım ki, buna bir də baxaq, əvvəlinə baxaq. Çünki mən bunun əvvəlində bir şey gördüm. Şeyx Sənan, əcəba burada özünün adını demişdi ya yox? Nəvai demişdi, məncə yadıma gələn o cür bir şey oxudum. Şeyx Sənan vasili dərcahidi, gönlü qeybə əsraridin acahidi, kəbədə Otadara əktabara, eylə irdi kim bən nəbi əshabara, xəlq irşadığa rasix irdi ol əvvəl, Kəbədə şeyxül məşayix irdi əvvəl. Bunlara baxaq, gedək beləsi bir sürətlə baxım. Nəvai burada bir yerdə adı elə bir əgər səhv eləmişsəm yadıma gəlir, amma indi deyə bilmirəm ki, acaba bunun Nəvai yazmışdı, yoxsa 55-ci səhifəyə baxaq. Burada bir şey dedi olmaya. Çünki burada da Halımandan kimsə gər artıq demaz, artıq irmaz bulsa həm öksük imaz, Cil Nəvainin sözünü hala xətm qıl. Özü, Nəvai yazıb bunu. Bu, tamam, Nəvaini tapdıq burada. Şeyx Sənan hekayəsinin son beytlərində Nəvai onun bu hekayəni yazdığını göstərir. Görün bunu nə deyir. Sizin bu dəqiq müşahidəniz əlinizdəki nüsxənin kimliyini tam aydınlaşdırdı. Əgər dastanın sonunda Nəvai təxəllüsü görünürsə, bu o deməkdir ki, sizin kataloq etdiyiniz əsər Əmir Əli Şir Nəvainin Lisan-ı Teyr məsnəvisindən bir bölümdür. Böyük ehtimalla sizin əlinizdəki əlyazma bir müntəxəb, seçilmiş əsərlər nüsxəsidir. Bu qonuda bir neçə önəri və elmi bilgi sizin kataloq işinizə yararlı ola bilir. Bu PDF Fransa'da saxlanılan Məxzəni Əl-Əsrar adla tanınmış, kataloqlanmış
Acaba o oldu peyxon, bilmədim ki. Burada nə demişdi? Fərənsəsinə baxsaq, əvvəldə bir fərənsəsində bir şey yazmışdı. Yazmışdı Şeyx lisan an disflan lisan el teyr lisanu teyr. De lisanu teyr, tamam. Bundan bir əks salaq. Bundan izafi gəlmir. Bu qədər görər məncə. Bundan bir əks salaq verək. Gedək bura və buradan gələk bu kitabı kompüterimizin bizim bunu gətirsin. Bunu səhv elədim. Gələk belə siləydim. Bu qədər yetər. Əgər save eləsə, eləmədi. Bir daha. Tamam. İndi bunu verək. Görək ki, buna nə deyir. Adla Fəransədə saxla. Tamam. Elə bu qədər. Bu şəkildə Fəransəcə nələr deyilir? İndi bunu burada yazaq. Görək ki, bu nə deyir? Göndərdiyiniz şəkil Fransa Milli Kitabxanası BNF-nin Galika arxivindən bir nüsxənin izahatıdır. Bu mətn əlinizdəki nüsxənin kimliyini və içindəkiləri tam olaraq aydınlaşdırır. Ən ciddi, içindəkiləri tam anladaraq aydınlaşdıran ciddi bir sübutdur. Fransızca mətnin tərcüməsi və elmi izahı belədir. Fransızca mətnin tərcüməsi. Mətndə yazılan xülasəsi budur. Əmir Əliyev Şirnəvainin Lisan-ı Teyr əsərindəki Şeyx Sənan dastanı ovraq bir arxa üzü və onun ardınca varaq 25 arxa üzü Heydər tərəfindən yazılan müsəlman dini haqqında məsnəvilər gəlir. Heydər tərəfindən yazılan. Pəs bir də bunu oxusaq, Əmir Əli Şirnəvainin Lisan-ı Teyr əsərindəki Şeyx Sənan dastanı və onun ardınca Heydər tərəfindən yazılan müsəlman dini haqqında məsnəvilər gəlir. Bu əsər Heydərin əsəri. Nizaminin eyni adlı əsərini Məxzənül Əsrar təqlid etmək üçün və eyni vəzn ilə yazılmışdır. Tarixi 16-cı əsrin ilk yarısı. Bu sənədə nəyi sübut edir? Bu mətn sizin sorularınıza çox dəqiq cavablar verir. Əsərin adı bu nüsxənin tamamən Nizaminin Məxzənül Əsrarı deyil. Bunda iki əsər var. Birinci bölüm Nəvainin Lisan-ı Teyrindən Şeyx Sənan bölümüdür. İkinci bölüm Heydər adlı bir şairin əsərinədir. Heydər kimdir? Bu şəxs böyük ehtimalla Heydər Xarəzmidir. Çağatay ədəbiyyatının görkəmli simalarından. O, Nizaminin Məxzənül Əsrarına cavab nəzirə yazanlardandır. Fransızca mətnidə Nizaminin eyni adlı əsəri dilində məqsəd budur ki, Heydər öz əsəri Nizaminin Məxzənül Əsrarına oxşar və onu təqlid edərək yazıb. Tarix əsərin 16-cı əsrin ilk yarılarında 900-960 illər arası aid olduğunu göstərir. Bu da Nəvainin vəfatından az sonra köçürüldüyün və nüsxənin nə qədər dəyərli olduğunu sübut edir. Tamam, pəs bu bir nüsxədir əslində. Nüsxə
ilə 960 Hicri də yazılıb. Bu yazan kimdir əcəba? Bunu bilsəydik çox yaxşı olardı, amma bilmirik. Çünki bunu Nəvai yazmır. Bəs bunu bildik ki, Nəvainin kitabından adı nə idi dedi? Məxzənül yox. Mənə teyir, məntiqi teyir idi, nə idi ondan? Lisan-ı Teyr. Nəvainin Lisan-ı Ət-Teyr rindən Şeyxi Sənəan hekayəsi. Bir də ikincisi də B. Əlif buyurdu. B isə Heydər adlı şair Füzuli Həzrətlərinin Məxzənül Əsrarına nəzirə yazmış. Nüsxənin tarixini yazdık amma tarixin tamam. Tamam, bu qədər görər. Bu günləri biz çox gözəl kitabla tanış olduq. Cığatay türkçəsində. Məncə %50-60 oxuya bildim. %40 oxuya bilmədim ən azından. Yəni ən azı %40 oxuya bilmədim. Çoxu da ola bilər, %50 oxuya bilmədim. Amma məncə gəlişmə var. Bir zaman türkü oxuya bilmirdim. İndi %50 oxuya bilirsəm, qəbulumdur. Yəni gözəldir. 370 cəlsədə gözəl gəlmiş qabağa. Bundan belə ki, Osmanlıcasın, Azərbaycancasın, Cığataycasın, türkçənin və ha belə Krımcasın deyək. Krımcasın bunları oxumaqda yavaş-yavaş gedirəm qabağa. İnşallah bir gündə usta olaram. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün bir başqa kitabla